Deməli uşaqlar, bugün sizə OTK 20 sınavdan, 4-cü qrupdan sınaq nömrə 8 nömrəli sualı izah edəcəm. Burada bizə cədvəl verilib, qarışıq verilib bizə metan və propin. Kütləsi verilib m qram və deyir ki, bunun tam yanmasından alınan suyun mol miqdarı 14 moldur. Bizə deyir ki, uşaqlar m hesablayın və burada oksigenin, hidrogenin və karbonun nisbi atom kütləsi qeyd olunur. Bu suala həll eləmək üçün birinci nə edirik? Verilən karbohidrogenlərin hər ikisini yandırırıq. Metanı da yandırmışıq. Burada propini də yandırmışıq və biz bilirik ki, üzvü maddələr hamısı yanında məhsul olaraq karbon qazı və su əmələ gətirir. Deməli, metanı da yandırıb əmsallaşdırmışıq. C3H4, yəni propini də yandırıb əmsallaşdırmışıq. Bunu da yəqin ki, bilirik ki, burada bir karbon var deyə karbon qazının əmsalı 1-dir. 4 hidrogen var deyə suya 2 düşüb. Və 2 oksigen, sağ tərəfdə 4 oksigen olduğuna görə sol tərəfdə oksigenin qarşısına 2 düşür. Eyni də propinin yanma reaksiyasında da burada 3 karbon var deyə karbon qazının qarşısına 3 düşüb. 4 hidrogen var deyə suyun qarşısına 2 düşüb və sağ tərəfdə oksigenləri sayısı 3 vur 2, 6, o da 2, 8 və 4 düşüb. İndi uşaqlar, bunlar bizə m qram verilib deyə hər birinin üzərində m yazmışıq. Aşağısına da öz nisbi atom kütlələrini qeyd eləmişik. CH4-ün emiri 16-dır, C3H4-ün emiri 40-dır. Və buradan tapaq görək, metandan m qram metan yananda nə qədər su alınır? X yazmışıq. Amma görürük ki, 16 qram metan yanında 2 mol su alınır, yazmışıq aşağısında. Eyni qaydada m qram propin yanında nə qədər su alınır? Suya moluna bir Y demişik. 40 qram propin yanında 2 mol su alınır. Və burada birinci reaksiyada tərəf-tərəfə bölsək, m-in 16-ya, x-in 42-yə, buradan x-i tapırıq m böl 8. Digər reaksiyada da m-in 40-a, y-in 2-yə, y-i tapırıq m böl 20. Bu tapdığımız x və y uşaqlar bizdə əmələ gələn suyun moludur və bu da bizə məsələnin şərtində 14 verilib. Yazıram x üzərinə gəl y bərabərdir. Deməli, burada üzr istəyirəm, 16 yox, 14 olmalıdır. Burada səhv gedir. X üzərinə gəl y bərabərdir 14. X bizdə m böl 8-dir. Y də bizdə m böl 20-dir. M böl 8 üzərinə gəl m böl 20 bərabər 14. Buradan da m-i tapırıq 80. Deməli, bunlar hər biri 80-80 qram götürüləndə alınan suyun mol miqdarı 14 olacaq. Və test tapşırığımızın doğru cavabı C variantı olur.